Dərdim olmalı ki, ilahi sənə necə yaxınlaşım? Sənlə əlaqəm, necə eləyim ki, əlaqəm düzəlsin, möhkəmlənsin? Bu insanın həyatı əhəmiyyətə malik olan dərdidir, dərdi olmalıdır. Böyük insanların hər birinə baxın, hansını istəsəz seçin baxın. Bütün böyük insanların hamısının həyatda bircə dərdi səri bu olub. Tək dərdi səri, tək ağrı acısı bu olub. Bu olub ki, Allahla əlaqəm necədir? Allaha nə qədər yaxınam? Allah məndən nə qədər razıdır? Bunlar həyati məsələdir. İnsanın əsas dərdi bu olmalıdır həyatda. Əsas dərdi bu olmalıdır. Biz insana qiymət verərkən bundan istifadə eləməliyik. Hər hansı insana qiymət vermək istəyərkən bundan istifadə eləməliyik ki, sual budur. Bu insanın ən böyük dərdi hansıdır? Bu, onun dəyərini müəyyən edir. Bir insanın qiyməti nədədir? Onun dərdlərində yox. Dərdlərində yox. Bir insanın dəyəri onun ən böyük dərdindədir. Ən böyük dərdi nədir? Dərdləri biraz geniş anlayışdır. İnsanın qiyməti onun həyatda ən mühüm dərdinin nə olmasındadır? Ən əsas dərdinin nə olmasındadır? Mən sizə sual verirəm, siz ürəyinizdə cavab verin, mənə cavab vermək lazım deyil. Mən sizin hamınıza sual verirəm, siz o sualın cavabını ürəyinizdə verin və öz dərəcə özü müəyyən edin. Mən sizdən soruşuram. Sizdən soruşuram ki, ən əsas dərdiniz nədir? Ən əsas fikriniz, zikriniz nədir ki, 24 saat sizi məşğul edir? Belə bir fikriniz var, yoxdursa o da bir dərd. Heç bir dərdi olmayan bir fikirləri quzulardır, qoyunlardır. Onların heç bir dərdi yoxdur. İnsanın həyatda dərdinin olmaması özü bir dərddir, bədbəxtçilikdir. Amma yox, mən sizdən soruşuram, çünki siz hörmətli insanlarsınız, dəyərli insanlarsınız. Sizdən soruşuram ki, sizin əsas dərdiniz nədir həyatda? Əsas probleminiz nədir? Əsas düşüncəniz nədir? Özünüzə, ürəyinizdə cavab verin. Nədir? Əgər Allahla əlaqədən başqa bir şeydirsə, onda biz ziyan içindəyik, hər birimiz. Əgər bizim müsahibə vermiş kimi cavab verməyin sualıma. Biri var ki, bir nədilə müsahibə verəcək, indi müsahibə verəndə hamı ali dəyərlərdən danışır. Yox. Səmimi doğrudan da qəlbinin dərdi nədir? Nədən ibarətdir? Nəyin dərdini çəkirsən? Nəyin fikrindəsən? Allahla əlaqədən başqa bir şeydirsə dərdin, o zaman çox kiçik şeydir. Çox kiçik şeydir. Hər nə olursa olsun kiçikdir. İnsanın yeganə dərdi budur. Allahla əlaqəm. Soruşursan, burada məsələn birinin əsas dərdi nədir? Biri deyəcək, universitetə qəbul olun. Biri deyəcək, bir dənə yaxşı ev alın. Biri deyəcək, nə bilim, hərə bir söz deyəcək. Səmimi cavab versə, adam öz-özünə müraciət eləsə ki, mənim dərdim nədir? Ondan çox şey bəlli eləyər. Bunların hamısı lazımdır. Kim deyir ki, insan bunların dərdini çəkməsin? Bunlar hamısı lazımdır. Söhbət əsas dərddən gedir, əsas qəmdən gedir. Həyatın əsas dərdi, insan qəlbinin əsas qüssəsi nədir? Həyatın əsas məsələsi nədir? Bizim həyatımızın əsas məsələsi bizim yaradılışımızın məqsədinə uyğun olmalıdır. Razısınız? Razısınız ki, bizim dərdimiz nəyə uyğun, o dərd nədən qaynaqlanmalıdır? Bizi nə üçün yaradıblar? Bizim dərdimiz onunla əlaqəli olmalıdır da, yəqin ki. Ona bağlı olmalıdır.
Bizi nə üçün yaradıblar? Bizi yaradıblar Allaha yaxın olmaq üçün. Bizi yaradıblar Allaha yaxınlaşmaq üçün. Allahla əlaqəni gücləndirmək üçün. Bizi bunun üçün xəlq ediblər. Və bu bizim bir nömrəli dərdimizə çevrilməlidir. Əsas problemimizə çevrilməlidir. Bizim namazda fikrimiz niyə cəm olunmur? Çünki əsas dərdimiz Allah deyil, Allahla əlaqə deyil. Hər şey gəlir zehnimizə düşür, dolur, fikrimizi cəm edə bilmirik. Böyük insanların böyüklüyü nədədir ümumiyyətlə? Böyük insanların böyüklüyü, əzəməti nədədir? Böyük insanların əzəməti bundadır ki, onların əsas dərdi Allahla əlaqədir, Allahla münasibətdir. Bu qədər dualar var məsumlardan nəql olunub, münacatlar var. Əsas mövzusu nədir bu münacatların? Şəbaniyə münacatı var məsələn. Məsələn deyirəm, əleyhissalamın. Əfneytü umri. Bir ömrümü fəna elədim, puç elədim. Əbleytü şəbabi, cavanlığım əlimdən getdi. Yəni nə? Yəni səninlə əlaqə yarada bilmədim. Sənə yaxınlaşa bilmədim. Səndən uzaq qaldım. Çox mühüm məsələ Ramazan ayının birinci günündə sizə müraciətlə deyirəm ki, çox mühüm məsələ budur ki, insanın əsas dərdi nədir həyatda? Əsas dərdi. İnsanın əsas problemi nədir həyatda? Əsas düşüncəsi nədir həyatda? Fikri nə ilə məşğuldur? Həmişə. Bu çox vacibdir. Bu çox vacib məsələdir. Ölümcül xəstələri görmüsünüz? Allah heç kəsə nəsib eləməsin. Görürsən ki, xərçəng xəstəsidir, bilir ki, öləcək. O söz deyirsən sənə baxır, amma əsas məsələsi onun ölümdür. Fikri ölümlə məşğuldur. Həyatının bir nömrəli məsələsi budur. Soruşursan cavab verir, amma düşüncəyə qərq olub, ölüm məsələsi də onun üçün önəmli. Bu saat onun üçün ən əsas məsələ, ən əsas dərd, ən əsas fikir ölümdür. Ölüm haqda düşünür. Ən mühüm məsələ budur. Həyatda da belə bir dərdi olmalıdır insanın, bir dənə. Qalan şeylər onun ətrafında olmalıdır. O bir dənə dərd Allahla əlaqə dərdidir. Gecə-gündüz insanın fikrini məşğul eləyən bir məsələ ki, Allahla münasibətim, Allahın mənə münasibəti. Bundan başqa bütün dərdlər insana acıdır, bir dənə bu şirindir. Bu dərddən başqa nə qədər dərd var acıdır. Bu dərd və bu dərdə bağlı olan dərdlər şirindir. Hamısı şirindir. Allahla əlaqə, qəm, bunun qəmini insan çəksin ki, görəsən Allahın nəzərində mən kiməm? Bu qəm şirin qəmdir. Allah niyə görə bəzi şeyləri bizdən gizlədir? Ona görə gizlədir ki, biz onun dərdini çəkək. Biz bilmirik Allah bizdən razıdır ya yox. Biz bilmirik ki, biz bağışlanmışıq yoxsa yox. Bunların hamısını gizlədir. İnsan bu dərdi çəkir və təmizlənir və həyat ləzzətə çevrilir insan üçün. Bu dərd ləzzətli bir qəmdir. Bizim hər birimizin Allahla müəyyən əlaqəmiz var. Namaz qılırıq, oruç tuturuq. Şübhəsiz. Amma bizim məncə problemimiz budur ki, bizim əsas dərdimiz Allahla əlaqə deyil. Əsas dərdimiz bu deyil. Uşaqlar var, ata-ana ilə ünsiyyətdə olur. Gedir oynayır özü üçün. Deyir, ata-ana da qalıb yerində. Uşaqda var. Görsən ki, fikri ata-ananın yanındadır. Mən belə neçə dənə uşaq tanıyıram. Onun üçün çox önəmlidir ki, atam, anam mənə nə qədər diqqət eləyir. Bu hər iş görür, fikri atanın yanındadır. Ananın yanındadır. Görsün ki, bunun bu əməlinə, hərəkətinə münasibəti necədir. Bir var insan Allahla əlaqəsi olur, bir də var Allahla əlaqə ən mühüm məsələdir insan üçün. Məsumlara baxın,
Əbu Həmzə Sumali duasını oxuyun bu ayda. Çox uzun duadır. Çox az hissəsini də oxuya bilərsiniz. Onu bütöv əvvəldən axıra qədər oxumaq çox çətindir bizim üçün. Əbu Həmzə Sumali duası İmam Səccad əleyhissalamın duasıdır. Uzun bir münacatdır. Baxın dərdlərinə, mən tərcümə edirəm sadəcə, heç nə əlavə eləmirəm. Bir hissəsini, kiçik hissəsini, 2-3 cümləsini tərcümə edirəm. Seyyidi, ləalləkə an babikə tərəttəni və ən xidmətikə təhhəytəni. Deyir, ey mənim ağam, olmaya məni qapından qovmusan, olmaya məni öz xidmətindən azad etmisən, əv ləalləkə rəəytəni müstəxiffən bihaqqikə fəəqsəytəni. Deyir, olmaya bəlkəm görmüsən ki, sənin haqqı yüngül tuturam və məni özündən uzaqlaşdırmısan. Dərdlərə baxın. Ancaq Allahla münasibətə bağlıdır. Bu İmam Səccadın dərdidir. Yəni kamil insanın dərdi. Kamil insanın fikrini nə məşğul eləyir? Aç Əbu Həmzə Sumali duasını, əvvəldən axıra qədər oxu, bir dənə dərd görəcəksən. Allahla bəndə münasibət. Allah mənə necə münasibətdədir? Mənim onunla əlaqəm necədir? Dalıca deyir, əv ləalləkə rəəytəni qeyrə şakirin li nə'maikə fəhərəmtəni. Olmaya, görmüsən ki, sən verdiyin neymətlərə şükr eləmirəm və məni məhrum eləmirsən. Bilmirəm vəziyyətim necə. Yəni, mən narahatam. Bəlkə nəzəri məndən çəkmisən. Bəlkə qapıları üzümə bağlamısan. Bəlkə neymət vermisən, qədrini bilməmişəm, indi neymətləri əlimdən alırsan. Əv ləalləkə ləm tuhibbu ən təsmə'ə duai fəba'əttəni. Olmaya, mənim dua səsimdən xoşun gəlməyib deyə mən özündən kənarlaşdırmısan, mən özündən uzaqlaşdırmısan. Başdan ayağa 1 saatlıq, saat yarımlıq, 2 saatlıq duadır. Baxırsan, görürsən, hər kəlməsində bizcə bu dərd bundan ibarətdir. Fikir budur ki, ilahi, sənin mənə münasibətin görəsən necədir? Mənim sənlə bağlılığım, əlaqəm görəsən necədir? İnsan var, İmam Hüseynə əzadardır. Məhərrəmdə gəlir, sinə vurur, əzadarlıq edir, məsələn, misal üçün İmam Hüseyn deyirəm, çıxır, gedir. Amma onun üçün mühüm məsələ deyil ki, məsələn, cənnətdə İmam Hüseynə nə qədər yaxın olacam. Biri də eşitsə ki, birinin doğrudan da həyatda dərdi budur, bəziləri də gülür bəzisinə ki, bu nə qədər xəyalpərəstdir, başqa söz yoxdur. İndi gedərsən, əsas cənnətə gir, baxarıq görək, yer hardadır, nə qədər mühüm məsələdir. Amma böyüklərin işi hərdən, bax belədir, çox kiçik işə oxşayır, insanları çaşdıran budur. Həmin o adam ki, sənə irad tutur ki, sən cənnətdə indidən yerinin dərdindəsən ki, mən görəsən İmam Hüseynə qonşu olacam ya yox, həmin o adam şəhərdə ev alanda 100 dəfə ölçüb biçir ki, şəhərin hansı yerində ev alım, 70 il ömür üçün. Mənzili belə diqqətlə müəyyən edirsən ki, evimi harda alım, 70 il yaşayacaqsan, 60 il, 50 il, indi ömür qısalıb. Bu qədər bunun dərdini çəkirsən, biri cənnətdəki evinin ki, əbədiyyət evidir, indidən dərdini çəkir. Sən ona təəccüblə baxırsan. Bax, insanın dərdi belə şey olmalıdır ki, görəsən İmam Hüseynə qonşu olacam yoxsa yox. Bu xəyalpərəstlik deyil. Bu, insanın həyatda ən mühüm fikirləri bundan ibarət olmalıdır. Qalan şey, hər bir şey haşiyədir. Hər bir şey bunun haşiyəsidir. İnsanın əsas məqsədi Allahla əlaqədir, aqibətinin necə olmasıdır. İmam Hüseynin səhabəsinin vəziyyəti necə idi? Ən əsas dərdləri nə idi Kərbəlada, Aşura günü? Aşura günü Kərbəlada dərdləri nə idi? Əvafəyət ya Əbu Abdillah. Sual buydu ki, razı qaldı mı məndən? Vəfalı ola bildi mi? Bax, insanın dərdi budur. Görəsən İmam Hüseyn məndən razıdır yoxsa yox? Görəsən Peyğəmbər məndən razıdır yoxsa yox? Görəsən Allah məndən razıdır yoxsa yox? Mən danışa and olsun Allaha ki, xəcalət çəkirəm. Çünki bu sözlər şuara çevrilib. Bu sözlər dəyərdən düşüb. Elə bax bizlər də, mənim kimlər dəyərdən salıb. Heyf ki, əhli olan adam yoxdur ki, gəlsin, otursun, onu həyatında da yaşatsın, insanlar da baxsın, ibrət alsın və əməl eləsin.
Neçə ildir adam danışır, xəcalət çəkir ki, nə qədər olar bax bu şəkildə danışmaq. Ona görə də söz dəyərdən düşür, sözün arxasında bir əməl olmayanda. Bir insan oturur danışır, özü o halları yaşamırsa, sözün də o qədər çəkisi olmur. Sözün o qədər dəyəri olmur. Həqiqətən insanın ən böyük dəyəri nədir? Onun qiyməti o qədərdir. Onun dəyəri o qədərdir. Əli əleyhissalam Kumeylidə deyir ki, məni dostlarından ayıracaqsan. O ki deyirəm, İmam Hüseynin yanında olacaq ya yox. Əli əleyhissalamın dərdi budur ki, qiyamət günü sənin dostların cənnətdə, ziyafətdə mənə aparasan düşmənlərin yanına, dərdi budur. Dərdi qüssəsi budur. Xəyalpərəst adamdır, nəuzubillah Əli əleyhissalam. Yox, realist adamdır. Realizmin mənası budur. İnsanın həqiqi həyatı nədir? Həyat nədən ibarətdir? İnsanın həqiqi yeri hardadır bu həyatda? Bunu düşünməsi. İmam Hüseyin əleyhissalamın dərdi nə idi? Gedəndə meydana nə deyir xanım Zeynəbə? Məni dualarında, lə tənsini minəd dua. Dualarında məni unutma. Bəzi rəvayətdə var, gecə namazında məni unutma. Nə istəyir? Xanım Zeynəb nə dua eləsin İmam Hüseyin üçün? Gedir meydana. Nə istəyir? Yəni Allah məni qəbul eləsin. Axır anda canı bədənindən çıxmamış İmam Hüseynin dərdi nə idi? Münacat elirdi Allahla. Yəni ilahi dadıma çat. Dadıma çat yəni nə? Məni bunların əlindən qurtar. Yox, qurtarmaqdan söhbət getmir. Yəni məni qəbul elə. Allahla əlaqədir. Kərbəla şəhidlərinin, şəhidlər sərvərinin ən böyük dərdi budur. Ən böyük dərdi budur. Biz niyə danışa bilmirik Allahla? Dilimiz quruyub bizim. Bizim çünki ancaq hacət istəyirik, problemlərimizi gedib sayırıq. İlahi, mənim evim yoxdur, mənə ev ver. İlahi, mənim pulum azdır, mənə halal ruzu ver. İlahi, dərdlərimizi deyirik, sonra deyir, mənim səndən işim qutardı, mən getdim. Mən demirəm dərdlərimizi Allahdan istəməyək. Deyiblər ki, yeməyimizin duzunu da Allahdan istəyin, ayaqqabımızın bağını da Allahdan istəyin. Amma haşiyə hansıdır, mühüm məsələ hansıdır? Bunu ayırt eləyək. Mühüm məsələ nədir? Bizim üçün haşiyələr mühümdür. Haşiyələr mühümdür, mühüm məsələ qalıb kənarda. Bunların hamısını istəyək, halal ruzu istəyək. Amma Allahla əlaqənin möhkəmlənməsi üçün istəyək. O ruzu ki, Allahla əlaqəmi pozacaq, neynirəm o ruzunu? Nəyimə lazımdır? O ev ki, o məqam ki, o mövqe ki, o pul ki, Allahla əlaqəmi pozacaq, neynirəm o neymətləri? İnsan münacat eləyəndə bunu istəsin Allahdan. Əsas dərdi insanın Allahla əlaqə olsun. İmam Səccadın sözlərinə baxın, bağışlanmaq istəyir. Bağışla məni, sonra deyir ki, ilahi birdən qiyamət günündə məni bağışlasan, desəm ki, bağışlayıram, onda mən xəzalətdən başımı aşağı salacam. Bağışlamamağım bir dərd, bağışlamağım bir dərd. Görün, nə qədər dərinə getdikcə gedirsən. Bağışlamamağım bir dərd ki, əzaba dözmərəm, bağışlamağım da bir dərddir ki, xəcalət çəkirəm, utanacam səndən. Çox xəcalət çəkəcəm ki, sənin kimi Allaha günah eləmişəm, sənin kimi Allahın əmrindən çıxmışam. Ramazan ayının ilk dəqiqələrini, anlarını yaşayırıq. Ramazan ayı sözün həqiqi mənasında cənnətdir, behişdir. Ramazan ayı insanın bir illik ömrü içində Allahla əlaqə yaratmaq üçün ən münasib fürsətdir. Mənim əziz qardaşlarıma, bir kiçik qardaşınız kimi sözüm budur ki, sizin il ərzində ən müsbət halınız bugünkü hallardır, Ramazan ayında olan halınızdır. Ən gözəl halınız budur. Bundan gözəl hal əldə eləmək olmur. Odur ki, xahiş edirəm sizdən əl-ələ verək, köməkləşək bu ayda Allahla əlaqələrimizi düzəldək. Bir il, bir ay Allah istəyən kimi keçirə bilsə, bütün taleyimiz dəyişər. Çox mübarək aydır. Çox mübarək aydır. Doğrudan da bu ayın pərdə arxasına gör nə sözlər buyurub. Buyurub ki, du'itun fihi ila ziyafetillah. Allah qonaqlığındasınız.
Siz elə bilirsiniz bizim ruhumuz əvvəlki yerindədir. Yox, bizim ruhumuz orucluq ay daxil olandan sonra pərvaz edib behiştə gedib, cənnətdədir hal-hazırda. Hal-hazırda oruc halında yox, bizim ruhumuz dünyada deyil. Bizim ruhumuz bu mənada yox ki, bədənimizi tərk eləyib. Axı ruh ümumiyyətlə qeyri-maddidir. Bizim mənəviyyatımız, ruhu aləmimiz bu hal-hazırda axirət aləminə yaxınlaşıb. Yəni cənnətdən bir bağı, bir dərəcəni Allah bizə dünyada göstərir Ramazan ayında. Göstərir ki, bizdə rəğbət yaratsın. Ki ona yaxınlaşaq, onu sevək. Bu günlərin, dəqiqələrin qədrini bilək. Yenə də sonda peşman olacaq. Yenə də ay bitəcək, özü sürətlə keçəcək. Bunu mən sizə deyirəm, özünüz də gözəl bilirsiniz. İndi 30 gün, 40 gün da indiki zamanda bir göz qırpımında keçir. Ramazan ayı daxil olur, bir də ayılırsan ki, Qədr gecəsidir, bir də görürsən ki, bayramdır. Yəni belədir. Baxmayaraq ki, gün uzundur, isti günlərdir, amma yenə də sürətlə keçir və günün uzun olması, isti gün olması, çətinliyin olması da Allahın bizim üçün bir nəvazişidir, rəhmətidir. Hədislərdə var, ibadətlərin ən üstünü daha çətin olanıdır, daha məşəqqətli olanıdır və Ramazan ayının yaya düşməsi də Allahın xüsusi bir rəhmətidir. Çalışın ki, bu ayda məscidlə əlaqənizi kəsin. Mən bunu kəsməyin, mən bunu dəfələrlə demişəm ki, 5 nəfər olsa, 1 nəfər olsa, 10 nəfər olsa, mən gəlib bu sözü danışacağım, bu mənim vəzifəmdir. Nə qədər adam gəlirsə gəlsin, bunu danışacağım, danışmalıyam. Amma da bu ayda belə deyil ki, məsələn, oturaq uzanaq, yataq evdə, yataq qalaq ki, gün orta mən məscidə gəlib çata bilmirəm, yuxuya gedirəm, yuxuya qalıram, mənim üçün əziyyətdir. Da bu ayda da yatıb yuxuya qalıb saat 2 namazına gəlib çatmamaq ayıbdır həqiqətən. Bu insan çalışsın ki, cemaat namazlarında iştirak eləsin, məscidlərdəki xutbələrdə, moizələrdə iştirak eləsin. İnanın ki, o məclislərdə iştirak eləyənlə eləməyənin orucunun keyfiyyətinin dəqiq fərqi var, dəqiq. Yəni bu məclislərdə iştirak edən insanların orucunun keyfiyyəti fərqli olur, ibadətinin keyfiyyəti fərqli olur. Çünki burada ayələr deyir, hədis deyir, cemaat namazının nuraniyyəti var, birgə oxunan duaların, yəni buranın nurani bir fəzadır. Çünki burada nurani insanlar oturub, insan o cəmə daxil olur, o nurdan başlayır özü də əxz eləməyə, əldə eləməyə. Ona görə də mən birinci gündən çalışın, lap belə əhd bağlayın ki, bir gündə çalış imkanım varsa, bir gündə məclisi tərk eləməyəcəm. Bu, görəcəksiniz sonra ki, nə qədər özünüzə xeyri var və mən birinci gündə bunu da deyib sözümü yekunlaşdırıram. Bunu o gün dedim, neçə dəfələrlə demişik, daha doğrusu elə neçə illərdir əsasən bunu deyirik, bugün də bunu vurğulamaq istəyirəm və sözümü bundan da yekunlaşdırıram. Quranda da buyurulduğu kimi orucun əsas fəlsəfəsi təqvadır. Ya eyyuhəl-ləzīnə amenu kutibə aleykumus siyam kəma kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər! Bir alim bunu təfsir edirdi. Deyirdi ki, elə bil ki, ata, ana övlada aparır, peyvənd vursunlar ona. Uşaqlara peyvənd vururlar axı ki, xəstəliklərdən qorunsun. Deyir, şirin-şirin danışır. Ya eyyuhəl-ləzīnə amənu. Mənim övladım, mənim oğlum, məsələn. Kutibə aleykumus siyam. Uşağa deyirsən, gedək sənə peyvənd vurduraq. Amma bütün uşaqlara vurulur bundan. Bütün uşaqlara. Yəni, bunu uşağı bir şey ürəkləndirmək üçün sən tək deyilsən, hamıya bundan vurulur. Kutibə aleykumus siyam kəma kutibə aləl-ləzīnə min qablikum. Hamıya vacib buyurmuşdum. Allah sanki nazımızla oynayır. Nə var, neçə saat ona görə az qalacaq, suz qalacaq. Allah elə bil bizim nazımızla oynayır. Ey iman gətirənlər, oruc sizə vacib edildi. Narahat olmayın. Əvvəlkilərə də orucu vacib buyurmuşdum. Əvvəlkilərə də oruc vacib idi. Ləalləkum təttəqun. Bu bunun üçündür ki, siz xəstələnməyəsiniz. Peyvənddir bu. Siz xəstələnməyəsiniz. Siz təqvalı olasınız, pəhrizkar olasınız. Allah bir hökmü deyir, görün hansı tərzdə deyir. Bir qədər ki, bu hökmdə biraz ağırlıq var, çətinlik var, ac qalmaq var. İnsanın davası çörək davası deyir. İnsanın davası budur. 5-6 saat keçir, oturursan, yiyirsən, deyirsən, hə, nə olsun? Nə olsun? Bunu məsələn 3 saat qabaq yerindən olacaq, 4 saat sonra yeyəndə. Hamısı nisbi-nisbi məsələlərdir. Nisbi-nisbi. Amma bunun içində görün nə qədər fəzilətlər gizlədir.
Allah bu cür şəkildə bizlə danışır, axırda buyurur "Ləalləkum təttəqun." Bu təqva üçündür, pəhrizkarlıq üçündür. Mənim sizə bir kiçik qardaşınız kimi tövsiyəm budur ki, az ya çox əməl özünüz bilərsiniz. Mən heç kəsin biz bir-birimizin müstəhəb əməllərinə qarışa bilmərik ki, sən nə qədər Quran oxuyasan, ola bilər biri Quranı xətm eləsin, ola bilər heç biri xətm eləməsin. Bir ayəni dedi, neçə gün düşünmüşəm, Peyğəmbər onun əməlini təsdiq elədi, dedi, yaxşıdır, belə Quran oxuyun. Vacibdir, tez qutarım, bitirim. Bir ayə qoy qabağa, düşün, otur onun üzərində, neçə ayənin haqqında düşünə-düşünə oxu, bu daha yaxşıdır ki, tez Quranı xətm eləyim, çıxım. Məqsəd Quranı xətm eləmək deyil. Bunların hamısı, hansı əməllər istəyirsiniz edin, amma ən mühüm olan bugün Allahla əhd bağlayın ki, ayın sonuna qədər günah eləməyəcəm. Sonra görün nə qədər, heç olmasa bir ay Ramazan ayında. Heç olmasa bir ay Ramazan ayında. Və çox ehtiyatlı olun. Çox ehtiyatlı olun ki, məsələn, yenə deyirəm, şübhəli söz danışmayaq. Əvvəl rahat danışırdıq, caiz sözdür, olar. Məsələn, kiminsə sözünü danışırıq, halal da sözdür. Amma indi hətta ondan çəkin ki, birdən də məsələn söz aparar bir yerə ki, pis nəticələrə gətirib çıxar. Kiminsə haqqı olmasın danışdığımız sözdə, eşitdiyimiz sözlərdə. Özümüzü bir ay qoruyaq, tam qoruyaq, görək nə nəticə göstərir. Axırında necə olur? Ayın sonuna yaxın baxaq, inanın ki, mənəviyyatımız çox olacaq, bu aydan əldə elədiyimiz xeyir, bəhrət çox olacaq. Az əməl eləyək, amma təqva ilə eləyək.